Salam dostlar, salamlayıram hər birinizi. Bu dəfəki mövzumuz təbii yolla testosteronun artırılmasıdır. İndiki zamanda demək olar ki, dünyada hər bir kişidə testosteron azlığı, çatışmazlığı görsənir və günümüzdəki insanların hər birində testosteron artıq ildən-ilə azalmağa doğru gedir və idmanla məşğul olan və yaxud idmanla məşğul olmayan hər bir kəsə lazımdır ki, öz testosteronunu qorusun, yaxşı pik səviyyədə saxlasın. Çünki testosteron birbaşa olaraq gündəlik həyatımızda özünü göstərir, öz işimizdə, öz şəxsi münasibətlərimizdə, gündəlik olaraq bizim effektivliyimizdə hər birində testosteron öz önəmini daşıyır və bugün təbii yolla testosteronu yaxşı səviyyə, pik səviyyə qaldırmaq haqqında danışacağıq. Birincisi odur ki, testosteron qaldırmaq istəyiriksə biz idmanla məşğul olmalıyıq, ağırlıq qaldırmalıyıq. Yəni baxın, biz tutaq ki, uzanırıqsa divanda, hərəkət eləmiriksə testosteron qaldırmaq, testosteron deyir ki, mənim qalxmağa ehtiyacım yoxdur. Yəni bu istifadə olunmur. Amma biz idmanla məşğul olanda, ağırlıq qaldıranda avtomatik olaraq hər dəfəsində testosteron daha da yuxarı qalxır, daha da yuxarı qaldır və biz artıq idmanla məşğul olduqda, ağırlıq qaldırdıqda testosteronumuz da bizlə bir yerdə qalxır və düzgün yatandan sonra, düzgün bərpadan sonra testosteronumuz hər gün daha da yüksək səviyyəyə qalxmaqda davam edir. İkinci nə lazımdır ki, testosteron qaldırmağa? Düzgün yuxu rejimi. Yəni bir insan yatmayanda, az yatanda bu araşdırmalar da göstərib ki, gün ərzində 5-6 saat və daha az yatan adamların testosteronu aşağı olur. Çünki testosteron biz yatdığımız müddətdə artmaqda davam edir və ona görə gün ərzində 7-8 saat yuxu hər bir kəsə lazımdır ki, testosteronumuz pik səviyyəyə qalxsın, testosteronumuz inkişaf eləsin və yuxu əlbəttə ki, qaçılmazdır. Necə ki, yuxu hər bir bədəndə hər bir şeyə yaxşı təsirini göstərdiyinə görə testosteron da yaxşı təsirini göstərir və mütləq hər birimiz 7-8 saat ərzində yuxu yatmalıyıq. 3. Hansı ki, yeməklərdir, yediyimiz yeməklərdir, qida əlavələridir. Əlbəttə ki, hansı ki, testosteronun qalxmağında bilavasitə iştirak eləyir. Bu sinkdir. Hansı ki, hər birimizə həm dırnağın, həm saçın yaxşı inkişaf eləməyə lazımdır və testosteron səviyyəsini qaldırır. Maqneziumdur, testosteron səviyyəsini qaldırır. Omega 3-dür, vitamin D-dir. Bunlar hamısı testosteron səviyyəsini qaldırır və əlbəttə ki, proteinli, zulalı yeməklər, yəni bu ətdir, toyuqdur, yumurtadır, hansı ki, hər biri testosteron səviyyəsini qaldırır və bunları gündəlik həyatımızda biz qəbul etməliyik ki, bizim testosteronumuzun yaxşılaşmağının və səviyyəsinin artmağının qorusun və testosteronu aldığımız qidalardan düzgün istifadə edə bilsin. 4. Stressdən qaçınmaqdır. Əlbəttə ki, hər birimizin bu həyatda yaşayırıq və stressimiz var. Hər birimizin başına nəsə stresli bir situasiya baş verir, amma biz maksimum gərək stressə dözümlü olaq və stressdən yayınaq. Çünki kortizol hormonu hansı ki, stres səviyyəsini artırır. Bu testosteron bir nömrəli düşmandır və əgər biz kortizol hormonunu azalda bilsək, stressdən qaça bilsək, o qədər testosteron daha rahat inkişaf edə bilər, daha rahat qalır. 5. Günəş işığı və D vitaminidir. Əlbəttə ki, günəş işığı mütləq şəkildə hər bir kəsə lazımdır. Onun böyüməsi üçün, onun inkişaf eləməsi üçün. Hətta yəni bitkilər belə günəşsiz inkişaf eləyə bilməz. Eləcə də insana da günəş işığı lazımdır. Amma qış aylarında bizə vitamin D lazımdır ki, hansı ki, vitamin D qəbul edəndə biz testosteronun ifraz olmasına çox böyük bir təkan veririk və testosteron başlayır öz-özünə inkişaf eləməyə və D vitamini qaçılmazdır. Yəni bütün vitaminlərin içində ən vacibi D vitaminidir ki, hansı ki, mütləq şəkildə lazımdır. Ondan sonra qida əlavələri gəlir. Hansı ki, sink, maqnezium, omega 3 hansı ki, dəstəkləyir testosteronun ifraz olunmasını. 6-cı odur ki, içkidən, spirtli içkilərdən uzaq durmaq lazımdır və şəkərdən həmçinin uzaq durmaq lazımdır. Şəkər və alkoqol testosteronu birbaşa olaraq məhv eləyir və testosteron hər bir adamın həyatında aşağı səviyyə salır. İndiki zamanda elədir ki, hər bir kəs spirtli içki və yaxud da şirini hər bir yeməkdə demək olar dükanda satılan hər bir malda şəkər var. Hansı ki, ona görə günümüzdə bugün ümumi insanlıqda testosteron səviyyəsinin azalmağına səbəb olur və biz nə qədər şəkərdən və spirtli içkilərdən o qədər uzaqlaşsaq, o qədər testosteronun öz-özünü bərpa edib inkişaf edəcək. 7. Odur ki, insan sağlam çəkisini saxlamalıdır ki, testosteron düzgün ifraz oluna bilsin. Məsəl üçün, bir insanda artıq çəki varsa, onda testosteron düzgün ifraz oluna bilmir, qarşısını alır. Biz nə qədər çəkimizi azaltsaq, o qədər çəkimiz öz standartlara, öz komfortlu bədən, komfortlu çəkisində olsa, o qədər testosteron daha rahat şəkildə inkişaf edib özünü artıracaq. 8. Odur ki,
karbohidratlarla zəngin olub, amma faydalı yağlar tərkibində olmayan qidaları biz nə qədər çox yesək, o qədər testosteronumuz zəif olacaq. Bizim testosteronumuzun inkişafında əsas pay sahibi olan odur ki, biz zulalı yeməkləri yeməliyik və faydalı yağlar yeməliyik. Məsəl üçün, yumurtanın tərkibində həm zulalı var, həm də özünün faydalı yağları var ki, hansı ki lazımdır. Qoz fındıq əlbəttə ki, testosteronu qaldırır. O da tərkibi yağlardır və zulalıdır. Ətdir, hansı ki, ətin də tərkibində öz yağı var. O deyirlər xolesterin. Xolesterin əslində testosteronun öz ifraz olunmasına böyük bir təkan verir və nə qədər bizim yaxşı xolesterin, yaxşı faydalı yağlar yesək, o qədər bizim bədənimizdə testosteron ifrazı daha yaxşı olur, daha güclü olur və əlbəttə ki, karbohidratlardan uzaq durub təbii, keyfiyyətli yeməklər, zulal və yağlardan istifadə etməliyik ki, testosteron qalsın. Bunları eləsək həyatımızda testosteron yüksək səviyyəyə qalxacaq. Testosteronu qaldırmaqla bizim özgüvənimiz də artır, bizim öz hissiyatımız da artır. Depressiya, stressə daha dözümlü oluruq və əlbəttə ki, hər birimiz testosteron qaldırmaqla məşğul olmalıyıq və bu mütəmadi olaraq, 100% olaraq hər birimizə yaxşı təsir göstərəcək. Bu dəfəki mövzumuz testosteron haqqındaydı. Növbəti görüşlərə görüşənədək əlbəttə ki, kanala abunə olun, like qoyun, komment yazın, fikir bildirin. Hər birinizin fikri maraqlıdır. Bəlkə sizin də bildiyiniz başqa bir effektlər var ki, hansı ki, əlbəttə ki, yaxşı təsir göstərə bilər testosteronluq və yaxud nə pis təsir göstərə bilər testosteron düşməyi. Çox sağ olun, növbəti görüşlərdə görüşənədək.